Salam müəllimlər və abituriyentlər. Bu gün güvən test toplusundan B variantına baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkətin. Gəlin baxaq. Birinci sualda deyir ki, verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət edən hərəkətdə radius vektoru 2 saniyə ərzində 16 pi radian qədər dönərsə, tezliyin qiymətini hesablayın. Yəni bizə 16 pi radian qədər deyəndə bilirik ki, radian nəyin vahididir? Dönmə bucağının vahididir. Yəni fi-nin vahididir. Fi 16 pi-yə bərabərdir. Və bir də bizə deyir ki, 2 saniyə ərzində, yəni t-miz 2-yə bərabərdir. Biz də bilirik ki, buna əsasən bucaq sürətimizi tapa bilərik də. Bucaq sürətinin düsturu nəyə bərabərdir? Omega bərabərdir fi böl t-yə. Yəni 16 pi-ni bölürük 2-yə. Bu da bizə nəyi verir? 8 pi-ni verir. Eləmi? Deməli, bizim bucaq sürətimiz 8 pi-yə bərabərdir. İndi bizdən tezliyi istəyir. Biz də bilirik ki, bucaq sürətinin tezliklə olan düsturu var. Omega bərabərdir 2 pi n. Buradan n bərabər olacaq omega bölünsün 2 pi-yə. Omega bölünsün 2 pi-yə. Omega nə tapmışdıq? 8 pi tapdıq. Yəni 8 pi-ni bölürük 2 pi-yə 2-dir. Bu da eləyir 4. Cavabımız olardı nə? 4 saniyə üstü mənfi 1 ya da 1 bölünsün saniyə. Bilirik də tezliyin vahidi 1 böl saniyədir. Saniyə üstü 1 də deyə bilərik buna. Periodun da vahidi nədir? Saniyədir. Hər ikisi saniyə ölçəndən ölçülür. İkinci sualda saatın dəqiqə əqrəbinin bucaq sürətinin saat əqrəbinin bucaq sürətinə olan nisbətini hesablayın. Yəni biz ümumiyyətlə belə tip məsələlərdə əgər o dəqiqənin, yəni uzunluğu da verirsə, onda biz r olan düsturda tapacağıq. Amma bizə elə bucaq sürəti veribsə və bu tipli suallarda periodu təyin eləməliyik. Yəni böyük t-ni təyin eləməliyik. Onsuz da bir də burada biz radiusu da nəzərə ala bilməliyik. Çünki bizdən bucaq sürətini istəyir. Bucaq sürəti, radiusu və periodun üçünün bir arada olduğu düsturumuz yoxdur. Bucaq sürətinin düsturları hamısı 2 pi bölünsün t-dir. O da bərabərdir. Qısa xatırlatma eləyək. 2 pi n-dir. N-in yerinə nə qoysaq? N-in düsturu var. 2 pi n bölünsün t-yə bərabərdir. Baxın, bu düsturları xatırladıqsa, indi gəlin, bilirik də hansını yerinə qoyacaq. Dediyim kimi, belə məsələlərdə perioda nəzər salaq. Onda omega bərabərdir 2 pi bölünsün t düsturu bizə lazımdır. Baxıram ki, bucaq sürəti ilə periodumuz tərs mütənasib asılıdır. Yəni, dəqiqə əqrəbinin d yazıram bura. Dəqiqə əqrəbinin bucaq sürətinin saata, s tərs mütənasib asılıdırsa, onda t saat bölünsün S bölünsün T dəqiqə yazacağıq. Bunlar aydındırsa, gəlin baxaq. Baxın, saat əqrəbimiz bir dəfə dövr eləyəndə, xatırlatma eləyək, saatı gözünüzün önünə gətirin. Bilirsiniz ki, 3 dənə əqrəbimiz var. Biri saniyədir, biri dəqiqədir, biri saatdır. Saniyə əqrəbi bir dəfə dövr eləyəndə, dəqiqə əqrəbi bir dəfə fırlanır. Eləmi? Bir dəfə yerin dəyişir. Yəni 1 dəqiqə olur. Dəqiqə əqrəbi bir dəfə yerin dəyişəndə, 60 dəqiqədir də, 1 saat olur. Onda saat əqrəbi bir dəfə yerin, məsələn, 1-dədirsə 2-nin üstünə gəlir. İndi burada da, baxın, dəqiqə əqrəbi bir dəfə dövr eləyirsə, birinci saat əqrəbi olar. Saat əqrəbi bir dəfə dövr eləyəndə nə olur? 12 saat olur. Eləmi? Saat əqrəbi 360 dərəcə gələndə 12 saat olur. Amma buradan da dəqiqəni yazıram. Dəqiqə əqrəbi bir dəfə dövr eləyəndə nə olur? Bir dəfə dövr eləsə 60 dəqiqə olur. Yəni 1 saat olur. Eləmi? 1 saat. Gətirib bunları bir-birinə bölək. T saatı T dəqiqəyə böləndə nə eləyir? 12 saatı bölürəm 1 saata. Saatlar ixtisar gedir, onsuz da qalır 12. Cavabımız olur nə? 12. Sonra 3. R radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin 5 tam dövr ərzində 30 metr yol gedirsə, çevrənin radiusu nəyə bərabərdir? Baxın, 5 tam dövr deyəndə verilənləri yuxarıdan yazıram. Deməli, mənim n-im 5-ə bərabərdir. Yəni, dövrlərimin sayı 5-dir. Getdiyim yol S-imdə 30-dur. Deyir ki, 30 metr yol gedir. Və bizə deyir ki, radius nəyə bərabərdir? R nəyə bərabərdir? Sual işarəsi. Düsturumuzdan bilirik ki, bizim S-imiz, baxın, çünki gedilən yolumuz var. Hansı S bərabərdir VT düsturuna baxsam əgər. Gəlin buradan yazaq. S bərabərdir V vur T-dir. Baxıram ki, dövrlərimin sayı var, bir də radiusum var. Yəni, mən gətirib bu V-nin düsturunu aça bilərəm də. Hansı düstur olsun? 2 pi R
n böl t düsturu olsun da. Bu daha uyğundur. Həm t var, həm r var, həm də n var. Vururam t-yə. Baxın bu v-nin yanındakı t. T'lər ixtisar getdimi? Nə qaldı? 2 pi r n. Vəssalam, düsturumuzu təyin elədiyimizə görə gəlin yerinə qoyub hesablayaq. 30 bərabərdir 2 pi, 2'yi vururam pi 3'tür da. 6 vurulsun r, vurulsun n'imiz də nəyə bərabərdir? 5'ə. Bu da eləyəcək. O 30 r bərabərdir 30'a, r bərabər olacaq 1 metrə. Cavabımız nə oldu? 1 metr. Varmı? Var. D variantı. Sonra 4-cü suala baxırıq. 6 metr yol getməsi üçün radiusu 50 santim olan təkər neçə dövr eləməlidir? Verilənləri yazın. Həmişə birinci verilənləri yazın, əziz abituriyentlər ki, gözünüzün qabağında olsun. Fizikada əsas şərtlərdən biri budur. Gözünüzün qabağında olanda istifadə eləyəcəyiniz düsturu daha rahat görə bilirsiniz. Bir də təbii ki, belə düsturlardan çox aktiv istifadə olunan mövzularda oxumamışdan, yəni tapşırıq eləməmişdən əvvəl mütləq düsturları əzbərləyin. Aha, radiusumuz da 50 santimdir, amma bu gedilən yolumuz metrlə verilib da. Gəlin bu santimi metrə çevirək, o da deyir 0,5 metr. Bilirsiniz də 1 metrimiz 100 santimetrdirsə 1 santimetrimiz 100'də 1'dir. Yəni 50'ni 100'ə bölməliyik. O da deyir 0,5. Bizə deyir ki, təkər neçə dövr eləyər? Yəni böyük eni soruşur. Böyük enimiz dövrlərin sayıdır və dövrlərin sayının vahidi yoxdur. Bunu xatırlayaq. Yenə 3-cü sualdakı düsturumu yazıram. Baxın, S bərabərdir V vur T. Yenə gətirirəm V-nin yerinə 2 pi r n böl T yazıram. Çünki yalnız bu düsturlarda o omeganın, V-nin son düsturu var, böyük n olan. Bu dövrlərin sayını gördünüzsə ancaq onlara gedin. Yəni T'lər ixtisar getdi. Bizdən bu səfər nə istəyir? N-i istəyir, hər şeyi verib qalan. Gəlin buradan yazaq. Bərabərdir. Yazın üstünə yazıram. Böyük ehtimal ki görürsünüz. S-imiz nəyə bərabərdir? 6. 6 bərabərdir. 2 vurulsun pinimiz 3'dür. 6 vurulsun r-imiz 0,5'dir. Tapmışıq. Vur n. Buradan 6'ın 0,5'ə vuranda 3 eləyir. Bu bərabərlik işarəsidir. Elə bildim 7'dir. Özüm yazmışam, özüm də səhv gördüm. 6 bölünsün 6 dəfə 5'in 3. Bu da eləyəcək 2. Cavabımız olur nə? 2. Deməli bizim neçə dövr eləyibmiş? Bu 2 dənə dövr eləyibmiş. 5-ci suala baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrlərin sayının zamandan asılılıq qrafiki verilib. Hansı nöqtə dövr etmə periodunun ən böyük qiymətinə bərabərdir? Periodun düsturunu yazaq gəlin. T bərabərdir. T bölünsün n. Yəni, bu nə deməkdir? Biz periodun ən böyük qiyməti görürük ki, burada period zamanla düz dövrlərin sayının tərs asıdır. Yəni, belə çıxır ki, periodun ən böyük qiymətini istəyirsən, onda bizim zamanın ən böyük qiymətin, amma dövrlərin sayının ən kiçik qiymətini tapacağıq. Belə baxanda zaman bu istiqamətdə gedəndə artır, eləmi dostlar? Dövrlərin sayı da bu istiqamətdə gedəndə artır. İndi bizə lazımdır zamanın ən böyük qiyməti. Baxıram ki, zaman ən böyük 2'dədir, 3'dədir. Eləmi? Bax, bu istiqamətdə gedəndə 1, 2, 3, 4 məsələn artır axı. Ən böyük 2 və 3'dədir. Dövrlərin sayı ən kiçik, bu istiqamətdə getdikcə dövrlərin sayı artır deyə 0'a ən yaxın olan sırada ən kiçik olacaq. Bunlar da 4'ə və 3'ədir, eləmi? İndi ortaq hansı oldu? Bax, T'də 2 ilə 3 oldu. T3'ün 2 ilə 3 oldu. N3'ün isə deməli bu 3 ilə 4 oldu. Həmişə ortağı seçirik. Hansı da ortaq? 3. Deməli cavabımız oldu 3. Sonra 6-cı suala baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkətdə yenə dövrlərin sayı zamandan asılılıq qrafikini verib. Bu səfər sürətin ən böyük qiymətini istəyir. İstəsəniz əgər videonu dayandırın, özünüz həlli tapın, sonra mənim həllimə baxın. Elə daha yaxşı yadınızda qalar. İndi baxın. N-dir, T-dir, bir də R var. Məndən sürəti istəyir deyə V bərabərdir. Düsturumuz hansı idi? 2 pi r n böl T düsturunu yazdım bura. İndi mənə görürəm ki, sürət nə ilə? Zamanla tərs, n-lə düz asıdır. Yəni, sürətin ən böyük qiyməti olanda n-in böyük qiymətini tapacam, t-nin kiçik qiymətini tapacam. N bu istiqamətdə gedəndə artır. Ən böyük hansılardır? Baxın, 2 ilə 3'dür. Bunu yazdıq. İndi mənə sonra lazımdır t-nin ən kiçik qiyməti. T də bu istiqamətdə gedəndə artır. Ən kiçik qiyməti bizim hansımız olacaq? 1, 0'a yaxında, bu da 2. Ortaq olan hansı oldu? 2. Deməli, cavabımız oldu 2. B variantı. Sonra baxırıq 7-ci suala. 7-ci sualda deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının zamandan asılılıq qrafiki verilmişdir. Dövr etmə periodunu hesablayın. Gəlin,
biz əvvəlcə belə tipli veriləndə bucaq sürətini təyin eləyək. Çünki baxıram ki, mənim bu final olan heç bir düsturumda period yoxdur. Böyük T yoxdur yəni. Ona görə də gəlin birinci omeqanı tapaq. Bucaq sürətin orada var. Omega bərabərdir fi böl T'dir. Fi'miz 12'dir, T'miz 4'dür. 12'ni böləndə 4'ə nə eləyir? 3. Deməli bizim bucaq sürətimiz 3'dür. Bucaq sürətinin düsturunu yazıram periodla. 2 pi böl T. Eləmi? Yadınızda saxlayın. Bucaq sürətində radius yoxdur onun düsturlarında. Bizdən buradan T'ni istəmir. T'ni tapıram. T bərabərdir 2 pi bölünsün omega olacaqdır. 2 vurulsun pi'miz 3'dür. 2 dəfə 3'ün. Belə yazıram ixtisar edəcəyik onsuz da. Bölünsün 3'ə. Çünki omeganı üst tapmışıq. 3'lər ixtisar gedir, qalır 2. Cavabımız oldu 2 saniyə. Sonra baxaq gəlin 8-ci suala. 8-ci sualda, sual sözünü deyə bilmədim. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin dönmə bucağının asıllıq qrafikini hesablayın. Gəlin sizə bir qaydanı xatırladım ki, yadınızda saxlayın. Çevrə üzrə hərəkətdə 4 dənə asıllıq qrafiki var ki, bunlar yadda saxlanılmalıdır. Deməli, bunlar hansılardır? Period zamandan asılı deyil. Tezlik zamandan asılı deyil. Bucaq sürəti zamandan asılı deyil. Gəldik əsas məsələmizə. Buradan çəkirəm onda. Bucaq sürətimiz dönmə bucağımızdan asılı deyil. Vəssalam. Bu 4 dənə qrafiki xatırlayın və yadınızda saxlayın. Demək ki, cavabımız nə olacaq? Y variantı olacaq. Yanlışlıqla çıxdım buradan. Bircə dəqiqə geri qaydaq. 8-ci sualda belə. 9-cu suala baxıram. Deyir ki, saatın saniyə əqrəbinin dövrətmə tezliyinin zamandan asılı. İstəyir saatın saniyə əqrəbi olsun. İstəyir, nə bilim, dəqiqə əqrəbi olsun. Yadınızda saxlayın. Period, tezlik, bucaq sürəti zamandan asılı deyil. D variantı. 10-cu sual. Saatın saniyə əqrəbinin dövrətmə periodunun uzunluğunun asılılığı nəyə bərabərdir? Deməli, L bərabərdir. V vurulsun T'dir. L bərabərdir. V vurulsun T'yə bərabərdir. Buradan mən gətirib V'nin yerinə 2 pi R yuxarıda T vur T yaza bilərəm. Eləmi? Və buradan baxıram ki, mənim periodumla uzunluğum bir-biri ilə necə asılı? Tərs mütənasib asılıdır. Olacaq B variantı. Sonra 11-ci suala baxırıq. 11-ci sualda çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının asılılığı, yəni dönmə bucağının zamandan asılılıq qrafiki verilib də. Buna əsasən tezliyin zamandan asılılıq qrafikini təyin edin deyirsə, yəni bu fi'nin T'dən asıllıq qrafiki omega bərabərdir fi bölünsün T'yə görə, bəli, bunlar düz mütənasib asılıdır. Amma mənim bilirik ki, dövrlər bu n'in adı nə oldu? Dövrətmə tezliyi oldu. Dövrətmə tezliyimiz zamandan asılı deyil. Ona görə də bu sizi çaşdırmasın. 12-ci sual. Radius, verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin A nöqtəsindən K nöqtəsinə 5 saniyə ərzində gəlirsə, bucaq sürəti, yəni omegası nəyə bərabərdir? Dostlar, omeganın düsturu var. Omega bərabərdir fi bölünsün T. Və mən deyirəm ki, bu A'dan B, A'dan K'ya gəlib 90 dərəcə dönüb. Yəni onun dönmə bucağı 90 dərəcədir. Fi'si 90 dərəcədir. Mən bu 90 dərəcəni pi'yə çevirə bilərəm də. Neçə eləyir pi'yə çevirəndə? Elə bilin ki, 90'ı vururam pi'yə, bölürəm 180'ə. Qayda budur. O da eləyir pi bölə 2. Həqiqətən də 180 bölə 2 90 eləyir da. Pi bölə 2'dir. Deməli, mən gətirirəm. Pi'mizin də qiyməti 3'dür. 3'ü qoyuram. 3 bölə 2 düşdü aşağı. T'nin də qiyməti 5'dir. Elə bilin 3 bölünsün 10'dur. 3'ü 10'a böləndə 0.3. Cavabımız olacaq 0.3 radian bölünsün saniyədir. Bucaq sürəti də saniyə ölçəndən ölçülür. 13-cü sual. Maddi nöqtə çevrə üzrə bərabər sürətli hərəkət edir. Maddi nöqtənin dövrətmə tezliyi 5 saniyə üstü -1 olarsa, vahid zamanda A nöqtəsindən neçə dəfə keçər? Yəni, baxın, yadınızda saxlayın ki, əgər bunun neçə dəfə dövr elədi, neynədi? Bunlar periodla əlaqəlidir. Çünki periodun tərifi də adı üstündə deyilir ki, bir tam dövrə sərf olunan zaman. Yəni, mən burada periodu neçə tapsam, o deməkdir ki, bu cisim həm o qədər dəfə A nöqtəsindən keçib, yəni dövr eləyib. Baxın, bizim tezliyimiz 5'dirsə, periodla tezlik bilirik ki, tərs asıdır. Onda bizim periodumuz T bərabərdir 1 bölünsün 5'dir. Yəni 0.2'dir.
0,2. Deməli bu cisim ümumi A nöqtəsindən çıxıb A nöqtəsinə, yəni bir tam dövrə 0,2 saniyə vaxt sərf eləyir. İndi deyək ki, vahid zamanda, yəni 1 saniyədə. Bu 1 saniyədə demək ki, neçə dövr eləyir deyir mənə. 1 saniyəni 0,2 böləndə nə düşür? 5 düşür da. Elə bil ki, vahid zaman 1 saniyədir. Bunun A nöqtəsinə təzədən qayıtmaq üçün 0,2 saniyə vaxt lazımdır. 0,2, 0,2, 3, 5 dəfə 0,2 gələndə 1 saniyə eləyəcək. Elə bizdən də 10 istəyir. Deməli, onda nə olacaq? 5 dəfə dövr etmiş olacaq. O da olur A variantı. Sonra 13-cü, 14-cü suala. Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin dövrətmə periodu 8 saniyədir. Bu cism nə qədər vaxtda A nöqtəsindən B nöqtəsinə gələcəkdir. Baxın, dövrətmə periodu 8 saniyə o deməkdir ki, deməli bu cisim hər bir hissəyə, ümumi baxın, bu 4 hissəyə 8 saniyə vaxt sərf edir. Onda hər hissəyə neçə saniyə düşür? 2 saniyə düşür. Deyib ki, 8-i bölük 4-ə. Burada 2 saniyədir, burada 2 saniyədir. Baxın, burada 2-dir, burada 2-dir, burada 2-dir, burada 2-dir. Bu cisim indi A nöqtəsindən B nöqtəsinə gəlmək üçün neçə saniyə vaxt sərf etməlidir? Baxın, normalda uşaqlar diqqətsizlik eləyib deyə bilər ki, hə, A-dan B-yə də 2 saniyə vaxt lazımdır, gəldi. Amma oxun işarəsinə baxın, axı bu istiqamətdə hərəkət eləmir cisim. Sağa hərəkət eləmir, sola hərəkət edir. Yəni bu tərəfə gəlir. Bu tərəfə gəlmək üçün, A-dan B-yə gəlmək üçün 3 dənə bundan keçir. Var 3 dənə hissə. Bu da 2, 2, 2. Nə eləyəcək? 6 saniyə. Deməli, ümumi 6 saniyə vaxt lazım imiş. 15-ci sual. Çevrə üzrə 2 radian bölünsün saniyə bucaq sürəti ilə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə neçə saniyəyə gələr? Baxın, bucaq sürətimizi verib. A nöqtəsindən B nöqtəsinə göstərilən trayektoriya üzərindən gəlsə əgər, demək ki, bu cisim 90 dərəcə dönüb. Eləmi? 90 dərəcədə bayaq tapmışdıq. Pi bölə 2-dir. Yəni, fimiz 3 bölünsün 2, 1,5-ə bərabərdir. Eləmi? Çünki fimiz pi bölə 2-dir. O da pinin qiyməti 3-dür deyə 3-ü böldüm 2-yə 1,5-dir. Və məndən zamanı soruşur. Bucaq sürətim fi bölünsün t-dir. Omega bərabərdir fi böl t. Gətirirəm, yerinə qoyuram birbaşa. Omegamın qiymətini də verib. 2 bərabərdir 1,5 bölünsün t. Buradan t-ni tapanda mənə verir 1,5-i böl 2 yerə. 1,5-i də 2 yerə böləndə 0,75 eləyir. Vəssalam, cavabımız olur 0,75 saniyə. 16-cı sual. Çevrə üzrə sabit sürətlə hərəkət edən cismin dövrətmə tezliyi, yəni eni 0,2 saniyədir. Cisim A nöqtəsindən B nöqtəsinə nə qədər müddətə gələr? Baxın, yenə əgər cismin tezliyin bizə 0,2 saniyə veribsə, mən bunun periodunu tapa bilərəm. Period da 1 bölək n-dir. Yəni 1 bölək 0,2, o da bizə nəyi verir? 5-i. Deməli, bu cisim ümumilikdə A nöqtəsindən gəlib, baxın, bu bir tam dövrü 5 saniyə eləyir. İndi 5 dənə də bu 4 hissəyə bölməlisən. 4 hissəyə neçə? 5-i bölsən 4-ə. Tam bölüm. Mən bilmək olmaz. 1,25, eləmi? Deməli, hər hissəyə 1,25 düşür. İndi bu cisim A nöqtəsindən B nöqtəsinə gəlmək üçün 2 xana getməlidir. Yəni, bizə lazımdır 2 dənə 1,25. O da nə qədər eləyəcək? 2,5. Eləmi? B variantı. Sonra 17-ci sual. Maddi nöqtə çevrə üzrə t bərabərdir 10 saniyə perioduna bərabər sürətlə hərəkət edir. Deməli, cisim A-dan çıxıb A-ya bir tam dövrə 10 saniyə vaxt sərf eləyir. Onda onu bölürəm 4-ə 2,5 edirəm, dostlar. Deməli, hər hissəyə 2,5 saniyə düşəcək. Cisim L nöqtəsini keçəndən sonra 22-ci saniyənin sonunda bu maddi nöqtə harda olacaq? Baxın, hər hissəyə nə qədər düşdü? 2,1. 2,1. Bax, L nöqtəsini keçəndən sonra 22-ci saniyə. Elə bil ki, L-dən gəlir 2,5, 2,5, 2,5, 2,5. 4 dənə 2,5 nə eləyir? 10. O 22-nin onu getdi. Təzədən bir dəfə də 2,5, 2,5, 2,5, 2,5. Bu L nöqtəsinə gələndə 20 getdi. Sonra indi qalıb bizim orada 2 saniyəmiz. 2 saniyədə elə bil ki, L-dən K-ya qədər bir 2,5 də getdi. Eləmi? Bax, L-dən K-ya K nöqtəsinə gələndə artıq bu, elə bilin ki, 22,5-dədir.
22,5-ci saniyədir. Deməli K nöqtəsində uje bu maddi nöqtə elə bil ki, L ilə K-nın arasındadır da. 22-ci saniyədə baxın. Bu L nöqtəsində bu 20-ci saniyədədir. Amma bu L-dən K-ya hər hissəyə 2,5 düşmədi. K nöqtəsində uje 22,5 saniyə olacaq. Axı 22-ci saniyə 20 ilə 22,5-in arasındadır. Deməli bu cisim K ilə L-in arasında bir yerdə olacaq da. Ona görə də 17-də olacaq D variantı. Aydındır deyə ümid eləyirəm. Sonra 18-ci sual. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin zamandan asılılıq qrafiki verilib. Dövr etmə periodunu saniyə ilə hesablayın. Deməli, baxın, omeqamız verilib, T'miz verilib. Bizim düsturumuz omega bərabərdir, fi böl T'dir. Buradan da biz əslində fiini tapa bilərik. Omega vurulsun T. Bu halda fiqurun sahəsi ilə fiini tapa bilərik. Amma fiini tapmağımız bizə nəsə verirmi? Yox. Bizdən periodu istəyir. Əgər bizdən periodu istəyirsə, omega bərabərdir. Omeganın periodla olan düsturu var. Hansıdır? Omega bərabərdir. Buranı təmizləyim. Omeganın periodla olan düsturu hansıdır? Deyin görək. 2 pi bölünsün T. Bəli. Buradan da bizdən periodu tapsaq əgər, T bərabərdir 2 pi bölək omega. 2 vurulsun 3, 6. 6-nı bölürəm 3-ə. Çünki omeqam 3-dür. 6 bölək 3 nə verir mənə? 2. Vəssalam, cavabımı tapdım. 2-yə bərabər imiş 18-də. Sonra baxıram 19-cu suala. Çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin bucaq sürəti 5 radian böl saniyədir. Bu maddi nöqtə 6 saniyə ərzində neçə dövr eləyər? Bizdən dövrlərin sayını istəyir. Bucaq sürətini verib, T-ni verib. Mən də avtomatik bilirəm ki, bucaq sürətin 2 pi n böl T düsturudur. Gördünüz, R yoxdur. Çünki bucaq sürətində R yoxdur. Buradan N-i tapsam, çünki məndən neçə dövr etdiyini istəyir. Dövrlərin sayını istəyir. Bu mənə verir omega vurulsun T bölünsün 2 pi. Qiymətləri yerinə qoyuram. Omeqamın qiyməti 5-dir. T-nin qiyməti 6-dır. 5 vuraq 6, 30 elə birbaşa qoyuram yerinə. 2 pi-nin də qiyməti 3-dür. Bu da 6 eləyir. 30-u bölün 6-ya nə verəcək bizə? 5. Cavabımız deməli nə olacaq? 5-ə bərabərdir. Sonra 20-ci suala baxıram. Çevrə üzrə bərabər sürətli hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 1 saniyə ərzində gəlir. Onun dövrətmə tezliyini saniyə üstü -1 ilə hesablayın. Baxın, bu cisim A nöqtəsindən tam bura 1 saniyəyə gəlirsə, demək ki, bu digər hissələr də 1 saniyə, 1 saniyə, 1 saniyə. Yəni, ümumi buradakı period 4 saniyədir. Eləmi? Biz yadınızda bundan əvvəlki 1, 2, 3 tapşırıq bundan əvvəl həll eləyirdik ki, tutaq ki, 12 verilibsə ümumi periodu, onu 4 yerə bölürdük, hər hissəyə 3 düşürdü. İndi burada da əgər AB-yə 1 düşübsə, digər bütün hissələrə 1 olacaq. 4 dənə hissə olduğuna görə, demək ki, ümumi bu cisim bir tam dövrə 4 saniyə vaxt sərf eləyir. Bizdən tezliyi istəyir. Tezliklə də periodun əlaqə düsturları var. N bərabərdir 1 böl T, T bərabərdir 1 böl N. İndi N bərabərdir 1 böl T-dir. 1-i bölürəm 4-ə, o da bizə nə verir? 0,25. 21-ci suala baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə gəlir. Bucaq sürətini hesablayın. Baxın, A-dan B-yə bu cisim 2 saniyəyə gəlirsə, onda bu, deməli, hər hissəyə 1 saniyə, 1 saniyə düşüb. Ümumi bu period 4 saniyəymiş də. Və məndən bucaq sürətini istəyirsə, bucaq sürətdə omega bərabərdir 2 pi bölünsün T-dir. Və yaxud da ümumi periodumuz nəyə bərabərdir? Baxın, ümumi period burada verib ki, 2 saniyə gəlirsə, bu deməli T-miz 2-yə bərabərdir. Və bizdən sonra bu A-dan B-yə istəyir. A nöqtəsindən B nöqtəsinə gələndə də 180 dərəcədir, elə deyil. Yəni, elə 2 pi-nin özüdür. Omega bərabərdir fi bölünsün T düsturu ilə getsəm, gəlin elə omega bərabərdir fi bölünsün T düsturu ilə gedək. O da omega bərabərdir, yazıram fi bölünsün T-yə bərabərdir. Fimiz də A-dan B-yə tam yarım çevrədir da, 180 dərəcədir. O da nəyə bərabərdir? Pi-dir elə. O da pi-dir, eləmi? Bax ki, pi deyirdik. 2 pi, 2 vur 180, 360 dərəcədir tam. Bu pi-ni qoydum yerinə. Onsuz da fi bilirsiniz də.
elə odur. Bu da 2-dir. Bölürəm 2-yə, pi bölə 2 eləyəcək. Ya da 3-ün yerinə 2 qoya bilərik. 3 bölə 2 1,5-dir. Çünki bilirik də artıq özümüz ki, bucaq sürətinin, yəni pi-nin qiyməti dərəcə ilə 180 dərəcədir. Amma qiymətlə 3,14-dür, amma biz onu təqribi olaraq 3 götürürük.